Buyurur ki Quran-Kərimdə və validin və ma vələd. Allah and içir ataya, and içir o vələdə, övlada. Ki burada bir bəhslər var ki, ata müqəddəsdir, övlad müqəddəsdir. Əgər insan şəhvətini kontrol eləsə, şəhvətin bərəkətindəndir insan ailə olur, övlad olur. Şəhvətin bərəkətində də insan ana olur, insan ata olur. Bu cürlə. Orada bir mənasında bu məna ellər ki, məqsəd Həzrət Peyğəmbərdir ki, ümmətin atasıdır, and içir Allah Teala Peyğəmbərə. Bəzi təfsir var, məsələn, Həzrət İbrahim və Həzrət İsmail bu cürlə. Amma mütləq gətirir. Bəziləri deyir, yox, Allah Teala bunun eybi yoxdur. Məsələn, kimin şənin nuzulunda nazil olma eybi yoxdur. Ayə mütləqən bu ailənin qidasət və müqəddəsliyini çatdırır ki, yəni ata müqəddəsdir, övlad müqəddəsdir. Hansı halda müqəddəsdir? O halda ki, şəhvət kontrollar. Qətiyyəsiz. Əgər, yəni, əxlaq ustadları buyurlar ki, insanda olan bu qərizələr qəzəbdir, şəhvətdir ki, insanı günaha sürüklüyür. İnsan əgər bunların müqabilində dayansa, bunları kontrol etsə, o etidal halı da, əxlaq budur. Əxlaq kitablarında bunu yazırlar ki, insan nə ifrat eləməsin, nə təfrit eləsin. Rəzilə sifət, şeytani sifət o vaxt insanda vücuda gəlir ki, bunlar insanda ifrat eləsin, ifrat olsa bir başqa rəzil sifət yaranır insanda, təfrit eləsə də bir başqa rəzil sifət. Odur ki, insanın vücudunda o ədalət bərqərar olmalıdır. Ədalət. Buyururlar ki, əgər bu şəhvətin, qəzəbin müqabilində insan deyilsə, insan müqəddəsləşir. Əgər qəzəb olmasa, mücahid olmaz ki. Bu qədər cihadı Allah Teala Qurani Kərimdə tərif edir. Əgər şəhvət olmasa, ailə olmaz ki. Qətiyyəsiz. Odur, qaydaq sualınıza ki, bəziləri güman edirlər ki, ailə maneədir. Ailə maneə deyil. Əksinə, insanın mənəvi təkamülü budur ki, ilahi göstərişlərə əməl etməklə insan mənəvi aləmdə seyr edir, qürb tapır Allaha. Maddi aləmdən, zülmət aləmdən uzaqlaşır. Bu göstərişlərin biri də həmin izdivacdır. Nə qədər göstərişlər var, hədislər var izdivac eləmək barəsində. Ki, ailə müqəddəsdir. Ailə və toplum şəklində Allaha doğru səfər etmək, daha hədisdə var ki, evli adamın ibadəti 70 bərabər subay adamın ibadətindən üstündür. 70 qat ondan üstündür, 70 bərabəridir. Həzrət Peyğəmbərimiz buyurur ki, hər kim izdivac eləsə, mən təzəvvəcə fəqət əhrəzən nisbət dinik. Artıq dininin yarısını qoruyubdur. Qalan yarısını da yerə təqva ilə qorusun.